Gələk Tural qardaşımız Yaşar olan Cənnətəl Mövlud'un gəlmişik, anamızın yanına gəlmişik. Burada analar hamısı buradadır. Bir gün nə xoş ki, belə gözəl analar, cənnət mələyi olan analarımızın huzurundayıq. Bir gün Turalın timsalında bütün şəhidlərimizi Allah şad eləsin. Bir gün qardaşımız Cənnətəl Mövlud'un mübarəsin deyirəm. Analarına sağ səbr versin. Allah 25 ilsin. Tural evin yeganə bir övladı idi. Gözümün tək silahıydı. Bir gün dəyişilməyən Mövlud'undayıq Tural, Nəzər Şitan anın yanındayıq. Biz bu anıya boş getirim. Buradan hər bir kəsə, hər bir insana baxanların hamısına deyirəm ki, bu analar heç bir təhvoz deyil. Həmınızdan xahiş edirəm ki, boş-boş şeylərə baxıb, boş-boş danışıqlardansa belə bir anaları, belə gözəl bir şəhidlərimizi ziyaret etmək, belə şəhidlərimizi ziyaret etmək bizim üçün ən böyük qürurdur, fəxrdir. Bir gün ana da özümüzcə də sağ övladın haqqında bax, burada hamı analar içində danışacaq, gözəl olar. O qədər danışmışam burada. Deyirlər. Mən yorulmuşam da. Həmi yorulmuşam. Ay Tural. Tural elə igid kimi dünyaya gəldi, igid kimi də dünyadan getdi. Kişi kimi doğuldu, kişi kimi də getdi bu dünyada. Tural özü ilə bərabər babası Əhliman idi. Babasının familiyası idi. Babasının da özü ilə bərabər ən uzun zirvədə yaşadı. Tural Əhlimanlı Azərbaycanın bütün bölgələrində Tural şəkli. Lövhədə şəkli var. Baxırlar deyirlər Əhliman kimi deyirəm babasıdır. Bax Tural elə yaşatdı, nəsli kökün, böyüyün elə yaşatdı. Tural elə qeyrətli oğlandı. Tural elə mərd oğluna, mərd ana doğuldu. Elə babası da onun adı sanlı adamıydı. O dedi Əhliman kişi adı sanlı xətər adamıydı. Elə babası kimi. Mən verdiyim tərbiyəni də gördüm. Mən Qaynım çox tərbiyə gözəl, verdim. xətərli bir adam idi. Ona görə də elə Tural da elə adıma da layıq böyüdü. Atasının anasına da layıq böyüdü. Başımızı aşağı əymədi. Heç zaman əymədi Tural. Tural oxudu, işlədi, zulüm çəkdi, əziyyət çəkdi. Çiğni paqonunu bağladı. 21 yaşında Tural leytinat idi. Tural sağ olsaydı Tural mərd olurdu. Tural elə Tural olmuyor. Biz bəlkə də ona qohumlar bəlkə də elə deyir, Turaldır da. Amma Turalın Tovuzda elədiyini qəhrəmanlıqları. Sonradan deyirlər, komandir deyir ki, deyir, Əhlimanın bir oğlar idi, gəlmiyoruzlar. İlk dəfə 2014'də də orada ilk müharibə orada başladı. Avqustun 1-dən 2-sinə keçən gecəydi, 10 günlük. Dedim onu zəng eləmin mənə, 50 məşğulə saxladı, erməni aramızda. Elim yaşlıydı, bu qoydum yerə dedim, sen özün. Həmin gecə 15'lərdə olmuşdu. Tural elə vəziyyətdəyim ki, dedim, gəl sən Peruva deyib, yaxın qayını deyib, yox istəmirəm, amma ölsəm deyib, yoxdur. Niyə desinlər ki, Tural ortaq oldu, Əhlimanlı ortaq oldu. Ona görə də mən Turalda fəxr eləmişəm, doğulan bir gündən fəxr eləmişəm, doğulan bir gündən sevinmişəm. Atanın, ananın fəxri idi Tural. Verdiyim tərbiyədə, hakkım sağ halal olsun bala, südüm sağ halal olsun bala. Necə tərbiyə verdim, necə böyütdüm, el aşkar məhlə, onun boşu bir. Azərbaycanın neçə bölgəsindən gələn analar var, onların gələn ayaqlarına özüm olmaq. Çünki ananı başa düşər. O yer yansa özənə mağla, gerisi yalanarlar. Qohumlar da yan, amma ana qədər için yanar. Ana yanır. Yani kadar yansam da ana yanına hiç kesi yanmaz. Allah sizden razı olsun. Çok sağ olun. Bak sizin tam yanınızda oğullar yanınızda. Ana kadar yanmaz olsun. Kürəyinizdə quzum. Sağ olun. Allah köməkləri olsun. Hamısından. Sahibimiz var. Çok yani əsirlik olan namik de var. İndi bir şey olub yani. Yani sağ olun. Mən deyirəm məni çəkmir, mənim oğlumu çəkir paylaşın. Hətta mən bir söz deyirəm ki, TikTok'da mən özümü istəmirəm görmək, oğlumu görsün. Qoy desinlər ki, kimdir bu Tural Əhlimanı. Mən o sözümü istəmirəm. Allah sağ olsun, Allah sağ olsun. Allah sağ olsun. Yaşayın ki, balanız yaşasın.